Salam aleyküm. Hər vaxtınız xeyir dostlar. Bəli, yenə də Natiq Və Ruslan. sizlə birlikdədir. Bugün Dubayda dostumuz demişəm. Bundan əvvəlki videoda gördüyünüz kimi rəqəmlərə aid video çəkmişdik. Bugün bambaşqa bir valyutaya aid video çəkmək istəyirik. Bəli. Natiq dostum, buyur. Valyutalar biri manat olacaq, biri isə dirhəm. Onların arasında biz sizə fərqi göstərəcəyik. Bəli. Yəni belə çox da şeylər min deyirlər. Dubai dirhəmi ilə Azərbaycanın manatı. Fərqə baxın. Bəli. 5 manatlıq, 1 manatlıq kasıb malıdır. 5 manata çıxar. 5 ilə 5. Bu. Baxın dostlar, yəqin hər halda bilirsiniz. Tərsinə. Belədir. Yox. Tərs elədin sən. Belə. Bu bildiyimiz 5 manat. Bu da ki bilmədiyimiz 5 dirhəm. Bəli, elə bir Fərqi indi görəcəksiniz. üstündə nə şəkildir var? Üstündə əmirliyin prezidentin şəkli. Bəli. Görürsünüz bunu. Bizdə də kitabdır. Arxa tərəfində də xəritədir. Onsuz bizimkilə, yəni Də, bizim pulu bilirsiniz bilirlər. də, İndi onun fərqini göstərəcəyik. Bu elə bir çox da qatlamaq istəmirəm. Məsələn, bu 5 manatı belə bu kəndə Yavaş, ürəyim. bu günə düşür. Yəni sonra lazım olsa bu belə olur. Amma dirhəmi bükürük. Yenə də normal. Yəni fərq arası Bəli. Şərhə ehtiyac yoxdur. Maraqlı şeydir. fərq budur. Elə bir sulasaz da xarab olmur da pul başı işləyir necə? Üstünə su da töksən heç bir şey olmur. Yəni təhqirarımız kimi demirəm, sadəcə olanı deyirik ki, Yəni material arasında, yəni əlbəttə ki, manatın yeri ayrıdır, amma yəni fərqi göstərir sizə ki, yəni onun manatla dirhəm arasındakı fərq budur. Bəli. 1 manatlıqlar da buradadır, kasılmalı. Bunlar da dirhəmlərdir hamısı. Bəli. Yəni bir bunun qiyməti nə qədər olur? Bu 5 dirhəmin qiyməti 2 manat 50 qəpik. Hə. Bizim pulla 2 manat 50 qəpik idi. Bax 5 manat deyilir ki, 5 manat ondan artıq olurdu, 10 dirhəm. 10 dirhəm. 2 dənə bu 5-dir, bir dənə bizim 5 manatımıza bərabərdir. Bəli, dostlar belə. Sizdə də başqa şey varsa, yəni yaza bilərsiniz ki, məndə falan var. Dostum elə bir kolleksiya yığmaq xoşdur, başqa pullar olsun, fərqi yoxdur, hansı ölkə olursa olsun. Yəni Bu videoya 10.000 baxış gəlsə, istədiyiniz pulu fərqini göstərəcəyik. bəli. Gözləyirəm. Həyəcanlı bir şey olacaq inşallah. Gözləyirəm və sizə güvənirəm. Kanala da abunə olmağı unutmayın dostlar. 10.000 inşallah. Daha doğrusu ilk 1000 abunəni istəyirəm. İyul ayına qədər. Özünüzdən müğayət olun, sağ olun. Gəlin görüşərik. Oldu, sağ olun.